Hər birini salamlayıram, hörmətli izləyicilər. Bu video izləyimizdə. Deməli, baxaq hansı ildə 7 may 2017-ci il tarixində ali təhsil müəssisələrində 1-ci ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə olunmuş sual kitabçası Azərbaycan bölməsi A variantının gəlin izahlarına baxaq. Birinci sualda deyir, tənliyi həll edin. Gəlin hər tərəfi kvadrata yüksəldək. Buradan 2x plus 7 bərabərdir. X'in kvadrat plus 4x plus 4'e. X'in kvadratı plus 2x minus 3 beraber 0. X plus 3, x minus 1 beraber 0. X beraber mənfi 3, x beraber müsbət 1. Təbii kökdən çıxan ədəd mənfi 3 versəm, kökdən çıxan ədəd mənfi ədədə bərabər ola bilməz. Ona görə də bizim cavabımız müsbət 1'i götürürük. Doğru cavab olur 1D variantı. İkinci sual. Sual 2. Radiuslar 4 kökdə 3 olan 3 çevrənin hər biri digər ikisinə xaricdən toxunur. İştiraklanmış hissənin sahəsini tapın. Radiuslar 4 kökdə 3 isə deməli burada hər hansı bir mərkəzlərini birləşdirsək, tərəfi A bərabərdir 8 kök 3 olan bərabər tərəfli 3 bucaq alınır. Bu 3 bucağın sahəsi S bərabər A kvadrat kökdə 3 bölək 4 ilə hesablandığına görə hesablasaq 64 vurulsun 3 vuraq kökdə 3 bölək 4, 16, 48 kökdə 3'e bərabər olmuş oldu. Bərabər tərəfli 3 bucağın bütün bucaqları 60 dərəcəyə bərabər olduğuna görə biz bir sektorun sahəsini tapıb 3'e vura bilərik. Hansı ki bu sektorları tapmaq üçün. E sektoru bərabərdir. Pi R kvadrat vurulsun alfa bölək 360 vuraq 3 ilə hesablaya bilərik. Çünki bundan 3 dənədir. Pi vurulsun. R'imiz 4 kökdə 3 kvadratı 48. Alfamız 60. 3'e ixtisar aparsam 120. O da bərabərdir. 24 pi qalmış oldu. Deməli biz iştiraklanmış hissənin sahəsini tapmaq üçün 48 pi'dən, 48 kök 3'dən daha doğrusu 24 pi'ni çıxaram. 24'ü ortaq vuruq mürtəzə xaridən çıxarsaq 2 kökdə 3 minus pi doğru cavab olur 2A variantı. Üçüncü sual. Müstəvidən 6 cm məsafədə olan nöqtə. Bu mənim müstəvim, bu mənim nöqtəm və məsafəsi nə qədərdir? 6 cm olan nöqtəm. Bu müstəviyə uzunluğu 10 olan mail çəkilmişdir. Deməli, mailin proyeksiyasını soruşur. Pifagora görə x bərabərdir. Kökün altında 10'un kvadrat minus 6'nın kvadrat bərabər 8. Doğru cavab olur 3C variantı. Sual 4. Bərabərliyini ödəyən en natural ədədini tapın. Bu artıq 2P n'dən 2 deməkdir. Üstə gələk 72 bərabərdir. P 2 n'dən 2. Permütasiya. 2 vurulsun n faktorial bölünsün n minus 2 faktorial üstə gələk 72 bərabərdir. 2n faktorial bölünsün 2n minus 2 faktorial. İxtisar aparsam 2 vurulsun n minus 1 vuraq n üstə gələk 72 bərabərdir. İxtisar getsə nə qalır? 2n minus 2 2n minus 1 düzdürmü? Və vurulsun 2n. Bu şəkildə qalmış olur. Açıb sadələşdirsək, burada n'in səhv etmirəmsə 6 qiymətini alırıq. Hardan bilirik? Yəni kvadrat tənliyə gəlir. 2 vurulsun 5 plus 72 bu oldu 82. Bu da n'in yerinə 6 qoysam 11 vuraq 12. Deməli 6 qoysam vuraq 6 da vardı. Üstə gələk 72 bərabər 11 vuraq 12. Hesablasam 30. Eləmi? 2'yə vursam 60. 132, 132. Bəli, doğru cavab oldu 4C variantı. 5-ci sual. Tənliyin kökü aşağıdakı aralıqda hansına daxildir? Baxaq hansına daxil olduğuna. Deməli 1 minus x bərabərdir 3'ün üstü 4. 1 minus x bərabər 81. X-ə bərabər mənfi 80. Mənfi 80, mənfi 81 ilə mənfi 79 aralığına daxil olur. Doğru cavab olur 5A variantı. Sual 6. Loqaritm x əsasında niqliqi tap. X-i mən belə yaza bilərəm. 2'ni 2'ye vursam 4'ün üzerinde kökün altında 3'ün kvadratı bırak 3. O da beraber 3'ün üstü 4'te 3. Burada da ben 3'ü 2'ye vursam y beraber 6'nın üzerinden 9'un üstü 3. 9'un üstü 3. 3'ün üstü 6 demektir. 3'ün üstü 6'nı 3'e vursam 3'ün üstü 7. Üstüne 1 gəlsəm 3'ün üstü 8. Bərabərdir. Bu da mənə 3'ün üstü 3'də 4'ü verir. Bax belə 2'yə böləndə. Loqaritma x əsasında niqliqi soruşur. Deməli nə yazırıq? Loqaritma x əsasdan 3'ün üstü 4'də 100 düşür məxrəcə. 3'ün üstü 3'də 4 qalxır sürətə. Bunlar bir-birini apardı bərabərdir. 9'da burada da birini unuttum. 3'ün birini unutmuşam. 3'ün üstü 3. Vuraq 3. 3'ün üstü olmalıdır 4. Yəni 3 bu şəkildə. Yox, bir dəqiqə. Mən burada nəyi göz ardı etdim?
Bu tamamilə doğru. 3'ün üstü 2, 3, 3'ün üstü 3 edir. 4'te 3. Y bərabərdir. Bunu da belə yaza bilərəm. 3'ün kvadratı 3'ün üzərindən 3. Düzdürmü? Burada nə qalır? 3'ü 2'yə vuranda 6-cı dərəcədən diqqətlə baxın. Görə səhv etmirik ki. 2'ni 3'ə vuranda 3'ün üstü 6. Bir də burada 3'ün üstü 7. Hə, 8 yazmışam. 7 olmalıdır bu. Bu o zaman oldu 6'da 7 bu şəkildə. İndi hesablama aparaq. 4'te 3 düşür aşağı. Bu da qalır 6'da 7. 6'da 7. Bunlar bir-birinə apardı. 1 oldu. Qaldı 6'da 7 vurulsun. 3'də 4. Deməli 2 ixtisar gedir. 3, 2 də bərabər 9'da 14 doğru cavab olur. B variantı. Sadəcə diqqətli olmaq lazımdır burada. 7-ci sual hasili hesablayın. Qüvvətlər eyni olduğuna görə biz bunu 1 plus i vurulsun 1 minus i'nin üzəri ümumi 7 şəklində yaza bilərik. Bu da bizə 1 minus i'nin kvadratının üzəri 7. I kvadratı mənfi 1'ə bərabər olduğuna görə 2'nin üstü 7 bərabər 128 alır. Doğru cavab olur 7 C variantı. Sual 8. ABC üçbucağında bucaq B 90 dərəcə. BD perpendikulyardır AS'yə. AB'nin uzunluğu 30'dur. BD'nin uzunluğu 24'dürsə, onda mən Pifagora görə AD'ni tapa bilərəm. AD bərabər kökün altında 30'un kvadratı minus 24'ün kvadratı. Mən də buradan alaram ki 6 vurulsun 54. Deməli 6'nı 54'e vursam 6 vuraq 9 kimi yazsam 6 üçün 27. Bunu tapdım 27. Düzdür. Bizdən soruşur DS'nin uzunluğu. DS o zaman bərabərdir. Yəni DS'ni tapmaq üçün BD'nin kvadratı bərabərdir. AD vurulsun DS'dən istifadə edəcəyik. 24 vuraq 24 bərabər AD. 54. 6 vurulsun 54. Tamamilə doğru. Bir də baxım. 6 vuraq 6 çıxır. 6 dəfə üçün 18. Kimi vurmuşam görəsən. Aha. 18 vurulsun DC. Deməli 6'ya bölünsə burada qalır 4, burada qalır 3. 3'ə bölünsə 8. DC bərabər 32. Doğru cavab olur 32, 8 C variantı. Sual 9. Bərabərsizlər sistemin ən böyük və ən kiçik tam həllər fərqini deməli bərabərsizliyin ən böyük və ən kiçik tam həllərin fərqini tapın deyir. Bunu həll edək. X minus 3, x plus 3, kiçik bərabər 0. Deməli, mən bunu birinci sıfırlarını tapsam, mənfi 3, müsbət 3, 4 qiymət versəm, müsbət, mənfi, müsbət, bizə lazımdır, mənfi aralıq. Bir də bax, bunu vurğularını ayırsam, x minus 3, x plus 2 böyük bərabər 0. Sıfırlarına baxın, biri deyir, mənfi 2 olsun burada, biri olsun 3. Bax, belə. 4 versəm, müsbət, mənfi, müsbət, mənə lazımdır, müsbət aralıq. Bax, belə. Deməli, harada kəsişirlər bunlar? Mənfi 3-dən mənfi 2-yə birləşir, 3-ün özünü də ala bilir, 0-a bərabər olur. Çünki hər ikisini ödəyir. Ən böyük 3-dür, ən kiçik mənfi 3-dür. Bunların fərqi 6-ya bərabərdir. 9 doğru cavab olur, B variantı. 10-cu sual. Perimetr 30 olan tərəflərindən biri 5 olan. Deməli, hər hansı bir düzbucaqlımız var. Tərəflərindən biri 5'dir. Deməli 2 vurulsun 5 üstə gələk A bərabər 34, A bərabər 12 almış oluruq. Diagonalını soruşur. Düzbucaqlının diagonalı biz bilirik ki Pifagor ilə hesablanacaq. D bərabər kökün altında 5'in kvadrat plus 12'nin kvadrat bərabərdir. Deməli 5, 12, 13 olacaq. Doğru cavab olur 10 D variantı. Sual 11. Tənliyini həll edin. Bax, burada 2 tane sinüs kvadratı varsa mən bunu parçalayaram. Kosinüs kvadrat x plus, sinüs kvadrat x plus, sinüs kvadrat x şəklində. Minus 2'də 3 bərabər 0. Bu bizə 1 verir. Trigonometrik əsas enliliyə görə. Deməli, buradan alıram ki, sinüs kvadrat x bərabərdir. 1-dən 2'də 3 çıxanda mənfi 2'də 1 bərabərliyin sağına keçir, müsbət 2'də 1. Harada kvadrat yəni trigonometrik tənlikdə kvadrat görsəz, dərəcəni aşağı salın. 1 minus kosinüs 2 alfa bölünsün 2 bərabər 2'də 1. 2'lər getdi. Nə qaldı? Kosinüs 2 alfa bərabər 0. 2 alfa bərabər 0 alır 90 dərəcə. Xüsusi halda dövrü pika. Alfa bərabər pi bölünsün 4. Üstə gələk pika bölə 2. Doğru cavabı olur 11 D variantı. Sual 12. İfadənin qiymətini hesablayın. Bu bizə nə verir? A kvadrat minus B kvadrat. 9'un kvadratı minus 4 kökdə 5'in kvadratı minus 3 vuraq. Kökün altında 9'da 49 bərabərdir. 81 minus 80 çıxaq. 3 vuraq 3'də 7. 1 minus 7 bərabər mənfi 6. Doğru cavab olur 12 Y variantı. Sual 13. İfadənin qiymətini tapın. Kotangens bu mənfini qarşıya çıxarda bilərəm tək funksiya olduğuna görə. Bunu yazaram 2pi plus pi bölünsün 3 şəklində. 7pi bölü 3'ü. 2pi olduğuna görə adını dəyişmir. Pi bölü 3 gəlişir birinci cürbə. Sadəcə qarşıda mənfi olduğuna görə
Mənfi kotangens 60 dərəcə. Yəni mənfi kök 3 bölü 3'ü alır. 13 doğru cavab oldu. B variantı. Sual 14. Radiusu 6 olan çevrənin bir nöqtəsindən qarşılıqlı perpendikulyar olan 2 bərabər vətər seçilmiştir. Tutaq ki, 2 bərabər vətərimiz olsun. Bunlar bərabərdir. Perpendikulyar olduqlarına görə deyəcəyik ki, deməli bunlar diametrə söykənib. Radiusu 6-dırsa, onda diametr oldu 12. Vətərin uzunluğu da olacaq o zaman 6 kökdə 2. Yəni hardan aldıq? Bərabər yanlı, düz bucaqlı, 3 bucaqda tərəfləri AA-dırsa, hipotenuz A kökdə 2-yə bərabərdir. Buradan almış oluruq. Sual 15. Konusunu doğuran, deməli hər hansı bir konus seçərik. Konusunu doğuranı, bax belə, 6, oturacağın radiusu 3 kökdə 3 olarsa, deməli 30 dərəcə bucaq qarşısında olan katit hipotenuzun yarısına bərabərdir. Deməli bura 3'dür. 60 dərəcə bucaq qarşısında olan katit də digər katitin kök üçmüsünə bərabərdir. O zaman deməli bizə lazım olan doğuran və hündürlüyü arasındakı bucaq 60 dərəcə olmuş olur. Doğru cavab olur 15 Y variantı. Sual 16. Funksiyası x-in istənilən hər qiymətinə müsbətdirsə, deməli bunun A-sı, ümumiyyətlə yadda saxlayın da, qayda belədir ki, ax kvadrat plus bx plus c həmişə müsbət olması üçün a sıfırdan böyük, diskriminant sıfırdan kiçik olmalıdır. Deməli n plus 2 nə olmalıdır? Sıfırdan böyük olmalıdır, n böyük olmalıdır, mənfi 2-dən bu bizim birinci qaydamız. İndi diskriminantı sıfırdan kiçik olmalıdır. Diskriminantı tapsam d bərabər m üstə gələk 2'nin kvadratı minus 4 vurulsun. M minus 2'ni m plus 2'ye vursam m kvadrat minus 4 kiçik olmalıdır sıfırdan. M'in kvadratı plus 4m plus 4 minus 4m'in kvadratı plus 16 kiçik 0. Mənfi 3m'in kvadratı üstə gələk 4m üstə gələk 20 kiçik 0. Mənfiyə bölsəm müsbət, mənfi olar və işarəni dəyişər. Bir də bunun diskriminantını taparam. Baxın, d bərabər 16 üstə gələk 4ac. 12'ni 20'ye vursam 240 düzdür mü? O da bərabər 256. 256'dan nə çıxır kökdən? 16 çıxır. Buradan n1 bərabər 4 üstə gələk 16 bölü 6 bərabərdir 6'da 20 3'də 10. Yəni 3 tam 3'də 1. M2 bərabərdir mənfi 2. İndi bizə lazımdır müsbət aralıq. Düzdür? 3 tam 3'də 1 mənfi 2 və 3 tam 3'də 1. 0 versəm mənfi, müsbət. Bizə müsbət aralıq lazımdır. Bir də şərt vermişik ki, mənfi 2'dən böyük olmalıdır. Deməli, mənfi 2'dən kiçiklər ödənmir. En böyük olmalıdır. 3 tam 3'də 1. 16 doğru cavab olur. C variantı. Sual 17. Funksiyanın qrafikini çəkilmiş toxunun apsisi oxunun müsbət istiqamətlə əmələ getdiyi bucağın, yəni sinusu, yəni sinus alfa kökatda 3 bölü 2'yə bərabərsə, alfa bərabər 60 dərəcə. Mənə bunun tangensi lazımdır. Tangens 60 dərəcə nəyə bərabər? Kökatda 3'ə. Toxunma nöqtəsinin apsisini tapı. Yəni, bax, bunun törəməsi kökatda 3'ə bərabər olmalıdır. Törəməsini tapsam 2 kökdə 3 x bərabərdir kökdə 3. Kökdə 3'lər gedir. X bərabərdir 2'də 1. Doğru cavab olur 17 Y variantı. Sual 18. İfadənin qiymətini tapın. Bu bizə nəyi verir? X vurulsun. X kvadrat minus 9 minus. Bu bizə kublar düsturdu. X'in kubu minus 8 bərabər. X'in kubu minus 9x minus x'in kubu plus 8. O da bərabər 8 minus 9 vuraq. X'in yeni 3'də 1 yazsam 5. 18 doğru cavab olur. Y variantı. Sual 19. Y ədədinin 98%-dən, yəni 0,98 y-dən 44,44 çıxdıqda 3125 ədədinin 12% alınır. Baxın belə. İndi biz birinci 3125'i 12'ye vurub 100'ə böldükdə 375 alıram. Bunu silirəm. Bax, bunun yerinə yazıram 375. 375'in üzərinə gəlməliyəm 44,44 düzdür mü? Olur 0,98 y bərabərdir. 419,44. Bunu da bölsəm 0,98'ə y bərabər 428 alıram. Doğru cavab olur 19 C variantı. Sual 20. Tənlinlər sistemindən x kvadrat plus y kvadrat cəmini tapın. Tərəf-tərəfə toplasam 2x plus 2y bərabər 10, x plus y bərabər 5 alıram. Bir dəfə də tərəf-tərəfə çıxsam bunlar gedir. 2x y bərabər 8, x y bərabər 4. Mən bu cəmi belə yaza bilərəm. X plus y mörtəzə kvadrat minus 2x y. 5'in kvadratı minus 2 vuraq 4. 25'dən 8 çıxsam 17. Doğru cavab olur 20 B variantı. 21. sual.
Daif funksiyalarını ümumi şəkildə yazın. İntegral 9x-8 minus 2x dx bərabər 9 qüvvət bir vahid böyüyür və alınan qüvvətə bölürük. Minus 2x-in kvadratı bölək 2 plus c. Daha da sadə hala gətirsək, x-in üstü 9 minus x-in kvadratı plus c. Doğru cavab olur 21 Y variantı. Sual nömrə 22. Üçbucaqlı piramidin yan tilləri cüt perpendikular olmaqla 5-9 ona bərabər piramidin həcmi. Deməli A vurulsun B vuraq C bölək 6. Nə zaman? Yan tillər cüt perpendikular olduqda piramidin həcm düsturudur. 5 vuraq, 9 yazaram, 3 vuraq 3, 10 yazaram, 5 vuraq 2 kimi bölək 6. İxtisar getdi. Deməli 25-i 3-ə vursam 75. Doğru cavab oldu 75 kub santimetr falan filan, nəsə belə bir şey. ABC üçbucağında A və C bucaqlarını tən bölənlər uyğun olaraq AD tən böləndə aha və C-dir. AC 12-dir və BC ümumi BC 15-dir. AB də 6-dır. Onda bura K-dırsa bura olacaq 2K. Niyə? Çünki tən bölən xassəsinə görə. BC-nin uzunluğu 15-dirsə o zaman yazaram ki K plus 2K bərabər 15, 3K bərabər 15, K bərabər 5. Bura 5 olacaq, bura 10 olacaq. Oldu. Onun 13 olan nisbəti. Deməli, tərəfləri bax 2-yə bölsəm, bura 6A olsun, burada olsun 5A. Bizdən nə soruşur? AYS-nin sahəsinin hündürləri eyni olduqlarına görə YDS olan nisbəti elə bunların alt tərəflər nisbətinə bərabərdir. İki üçbucağın hündürləri eyni etsə, sahələrin nisbəti oturacaqlar nisbətinə bərabərdir. 1 onda 2-yə bərabər olur. Artıq burada oxşarlıq əmsalının kvadratı getmirsiniz uşaqlar. Doğru cavab olur 23 1,2. 24-cü sual. Ədəd silsilə veribdir. İlk 20 həddin cəmini tapın. Deməli, mən burada A3 yazaram ki, A1 plus 2D. A4 yazaram A1 plus 3D. A1 üstə gələk 16D. A1 üstə gələk 17D. Bərabərdir. 70, 1, 2, 3, 4. 4A1 üstə gələk. 2-nin üstünə 3 gəlsəm 5. 5-in üstünə 16 gəlsəm 21. 21-in üstünə 17 gəlsəm 38D. Bərabər 72. 2-yə bölsəm 2A1 üstə gələk 19D bərabər 36. İlk 20 həddin cəmini soruşur. S20 bərabərdir 2A1 üstə gələk 19D bölünsün 2 vuraq 20 düsturla gedərəm. Bax bunun yerinə 36 yazsam 36-nı ona vursam 360 bizim doğru cavabımız olmuş oldu. 25-ci sonuncu sualımız. Kəsrlər üçün uyğunluğu müəyyən edin. Bunlar arasında hər birinin arasında fərq birə bərabər olduğuna və düzgün kəsr olduğuna görə məxrəcə kiçik olan kiçik olur. B kiçikdir A-dan, kiçikdir C-dən, kiçikdir D-dən. Deməli, biri oldu hansı variant? A variantı. Biri oldu A. Deməli, aralarındakı fərq 2-yə bərabərdir və düzgün olmayan kəsr olduğuna görə məxrəcə kiçik olan böyük olur. Məxrəcə böyük olan kiçik olur. Yəni, D kiçikdir C-dən, kiçikdir B-dən, kiçikdir A-dan. D, C, B, A. 2 hansı variant uyğun gəldi? D variantı. 2 hansı variant? D variantı. Üçüncü, 9-dakı 8-də 1, 12-də 5, 11-də 4. Bunları da mən necə eləyərəm? Məxrəcləri arasındakı fərq 7 olduğuna görə, düzgün olduğuna görə məxrəci kiçik olan kiçikdir. B kiçikdir, A-dan kiçikdir, D-dən kiçikdir, C-dən. B, A, D, C. E variantı. Üçü də doğru cavab oldu. E variantı. Belə. Bu qədər. Burada bunun cavabları verib, sonra fizika gəlir. Belə, bu qədər. Diqqətinizə görə sağ olun. Hər birinizə uğurlar arzu edirəm.